verdim başka xəstə. Qatan onlar amma isə. Narahat olurum. Kampanya. Suyun açsın. Kenan şeyle kopartacak. Nimesi? Allah özü şəfa versin. Değerli tozlular, değerli insanlar, gördüğünüz kimi Hüseyin kardeşimizin ziyaretindeyik. Hansı ki bizim bu değerli kardeşimiz Azərbaycanın ərazi bütövlüyü yolunda çox böyük əziyyətlər olur. Və həqiqətən də sayılıb seçilmiş hərbiçilərimizdən biri olubdur. Hüseyin kardeşimiz artıq 2020-ci il Vətən müharibəsi vaxtından bu günə qədər gördüyünüz kimi yataqdadır. Hüseyin kardeşimizin heç kimin heç nəyinə ehtiyacı yoxdur. Sadəcə olaraq o tək qala bilmir. Sadəcə olaraq onun ziyarətinə insanlar gələndə o daha yaxşı olur. Mən hər kəsdən xahiş edirəm. Bizlər üçün yataqda yatan, bizim evlatlarımız, bizim sağlamlığımız, bizim gələcəyimiz, ərazi bütövlüyümüz üçün 5 ildir bax belə yataqda yatan qardaşımızı heç zaman tək qoymuyor. Axı o bizlər üçün bu vəziyyətə düşdü. O bizim balalarımızı, bizi qoruyarkən bu vəziyyətə düşüb. Bizlər də bir vətəndaş olaraq hər zaman Hüseyin qardaşımızın yanında olaq, onu tək qalıb darıxmağa qoymayaq. Amin inşallah. Allah cəmi qazilərimizə şəfa versin inşallah. Allah sizə səbir versin. Afya qazisi, Toz qazisi. 2000 hər yerdən var. Tovuz döyüşlərindən, Afya döyüşlərindən və 2020 44 günündə baxın 3 dənə qəhrəman oğlu. Təbii ki Hüseyin də burada. Ayda nə olar sizin dördünüzün şəklini çəkin.